Salam əziz izləyicilər. Gördüyünüz kimi belə bir maşın gəlib. Kia Rio. Zərbəsi olub. Krişanın üstünə deyək ki aşıb. Krişanın vəziyyətini, qapıdakı belə batıqlar gördüyünüz kimi dal krılonun üstündə, sağ krılonun üstündə. Zazorları bu cürə pis vəziyyətdə. Qapının içində bu cürə əzikləri, zazorlar əməlli başlı qaçıb hər yerdə. Gördüyünüz kimi burada da skladkası var onun, bu cürə. Stoykaları da qaçıb. Bunların hamısını qoymaq lazımdır yerinə. Bu da sol krılonun zədəsi biraz çoxdur. Gördüyünüz kimi maşın kruk zazorları qaçıb hər yerdə, qapı yerlərində, hər yerdə qaçıb. Deyək ki, bunu perimotka ilə eləyirəm ki, vaxt çox aparmasın. Batıq yerləri çoxdur, krıllar dəyişilmir, ancaq krışa dəyişilir. Qapıda gördüyünüz kimi qaçıb, üst hissəsi qaçıb şöyle. Bunun hamısını döyəcləyib inşallah qoymalıyam yerinə. Krılonun görürsünüz skladkaların içində. Yəni krılodur, stoykalardır, onlar hamısı qaçıb. Onların hamısını zazor da belə balaca zazor olub. Əlbəttə ki, zədədən sonra hamısı. Qapılardakı batıqlar bu cürə vəziyyətdədir. Maşın polностью. Bu maşın artıq sökülmüş vəziyyəti. İçini təmiz söküb çıxarmışam. Kapotunu, polunu, nə varsa hamısı sökülüb. Bu bunun poludur. Bu təzə krışadır. Deyək ki, belə kəsilmiş vəziyyəti alıb bunun sahibi, maşın sahibi onu da kəsib qoyacam yerinə. Torpedadır, konsoldur. Yəni bütün də için gördünüz nə vəziyyətdədir, hamısı çıxarılıb. Bu da ki, razmerlərdir. Kuzanın geometriki razmeri. Geometri razmerləri. O razmerlərlə bu maşının bütün hissələrini dartıb qoyacam inşallah yerinə. Maşın artıq stapeldədir. Stapelə ustanavit eləmişəm. Dostlar, artıq maşının ucu çoxu hissələrini döyəcləmişəm. Yəni bu sümüklərini yerinə qoymuşam paşti. Bir hardasa bir 15-20% işlər qalıb. Zazorlar bu vəziyyətdədir. Kapotun deyək ki, petlələri lazımdır, bağlanan hissələri. Bunlar. O zərbədən qaçıb. Yəni ki, kapot gəlməlidir qabağa. Petlə onu qoymur gəlməyə. Bu bir. İkincidəki bu hissədə də nabarot petlə zavodun deyək ki, krılonun bağladığı hissəni görürsünüz də, yəni belə olmalıdır. Petlə içəridədir. Petlə gəlməlidir bura. Qabağa gəlməlidir. Qabağa bir də bu yana. Bütün hissələrini, yəni ki, bunun bütün geometriyasını gördüyünüz kimi belə vərəqlərdə internetdən skaçvot eləmişəm, yükləmişəm. Bu da bu motor hissəsidir. Bu motor hissəsidir. Toçkalardır, məsəl üçün A toçkadır. A ilə A-nın arasında nə qədər olmalıdır? Burada yazılıb 1457. O toçkanın şəklində, yəni burada özü göstərir. A toçkası, kreplение отверстия петли капота. Bu da bax, bu toçkadır. Yəni ki, belə
qramatlı yolla bunlar hamısı yerinə qoyulur. Bu hissəni hələkilik, bu hissəni, qabaq hissəni hələkilik şey eləməmişəm, deyməmişəm. Yəni ki, bura hələ sonuncu vəziyyətdə işləyəcəm. Mənə vacib olan şeylər bu hal-hazırda başdan bu krışa idi. Krışanı sümük hissələrini, iç hissələrini, josk hissləri deyək ki, usilitilləri, onları qoymaq lazım idi yerinə. Belə bir zazor. Zazorların fərqi var, hardasa 1 millimetr kimi. Bu da yenə qapının şarnirlərindədir problem. Çünki bu hissədə udar olub, bu şarnirində bunun lüftü var, oynayır. Onu gətirməlilər. Onu gətirəndən sonra bu zazorları orada qoyacağım yerinə. Yəni ki, əvvəl qapı açılmırdı. Bu qapı açılmırdı, burada ilişirdi. Dal qapını açmasan, qabaq qapı açılmırdı. İndi hər şey açılır, hər şey qaydasında. Yəni ki, 1 millimetr, 2 millimetr hardasa bu razbek var. Bunları düzəldəcəm, bunlarda yəni problem yoxdur. Bu dal hissədə zazorların vəziyyəti pis idi. Bunları 95%lik qoymuşam yerinə. Hamısı 100% olacaq, yəni ki, oca krışanı qoyanda. Krışanı qoyanda nətər lazımdır, belə nə çıxıntısı yox, nə bir şey yox, hər şey uğruvindəndir. Yenə həmçinin bu da hamısı qoyulur geometriya ilə. Razmerləri hamısı geometriya. Zavod qoyduğu geometriya ilə. Bu da elə. Bu da elə. Burada da belə qəşəng zazor. Uğruvin nətər lazımdır. Hardasa deyək ki, dartıram remen formasından. Remen kleydir. Altına kley tökürsən, yapışdırırsan. İnşallah belə bir video çəkərəm, göstərərəm necə eləyirlər deyə. Ancaq yəni orada problem şey yoxdur. Kleyi də bu dəqiqə sizə göstərəcəm. Nə kleydir. Belə bir pistoletdir. Toka taxılır. Bu cürədə belə stержenlərdir. Elektrodlar. Onu taxırsan, burada içəridə isidir. İsidəndə də başlayırsan tökməyə. Tökürsən bu remenin altına. Bunu təzə qoymuşam. Bunu dartacam dala, çünki burada zazor açıldı, ancaq mən istədiyim kimi açılmadı. Hardasa bir 2 millimetr kimi bu gəlməlidir dala. Dala gəlməlidir, çünki ümumi bu hissədə bu maşın aşan maşındır. Gedib yol gedəndə qarda sürüşüb, çıxıb Kuveytə. Bu dal hissə ilə çıxıb, bu dal hissə ilə çıxıb, udar birinci zərbəni bura görüb. Bura görüb. Sonra burada bu hissə ilə gedib avraqa, gedib çevrilib maşının krışasına, deyək ki. Krışa üstündə dayanıb. Belə. Gördüyünüz kimi bu cürə. Buradakı remen bezopasnostdur da, təhlükəsizlik remeni maşının içində. Onu kəsirəm belə hissə-hissə. Yaxşı şeydir, vuruşat eləyir hardasa. Hardasa svarkalayıram, svarka ilə dartıram. Hardasa belə. İndi bu əgər əmələ gəlməsə, bununla dartmaq. Onda bu künclərdən svarkalanacam, belə bu hissələrdən. Dartacam onu dala. Dartacam dala, onda bu zazor inşallah açılacaqdır. Dəlşi. Burada da belə bir zazor. Zazor pis deyil, ancaq ki üst hissə qarası 1 millimetr kimi genişlənib. Genişlənib, o da elə həmçinin şarnirdən asılıdır. Ya bu üst şarnirdən dal qapının, ya da ki qabaq qapının üst şarnirindən bura zərbə görüb. Bura konkret zərbə görüb, ola bilsin bu odur. Yəni bu problem ola bilsin bundandır. Nəsə.
Qaroşi bir 80%, 90% qoymuşam yerinə. İndi dartarıq, baxaraq görək nə göstərir. Gördüyünüz kimi açılır. Ancaq ki kleyi bir balaca ayrı cürə kleyləmək lazımdır. Gəlin göstərim sizə indi bunu. Bax bu vəziyyətə dartdım. Bu vəziyyətə dartdım. Kleyi qoparır. Buradan qoparır. Ancaq ki zazor əməlli başlı açıldı. Ancaq mənə lazımdır yeşil uçu. Deyək ki, bundan yaxşı eləmək lazımdır. Zazoru böyütmək lazımdır. Ola bilsin, orası varkalayası oldum. Əgər yenə kleyləyərəm, əgər kley yenə belə qopası olsa naqruzkadan. Çünki çevirir də bu, deyək ki, krючок, qarmaq bunu çevirir. Çevirəndə də burasını qopardır. Nəsə, sonra göstərərəm nətər oldu, necə oldu. Baxarız. Bir daha hər birinizi salamlayıram. Yanvar ayının 1-i, 26-cı il. Mən işdəyəm, başı düzəldirəm. Dünən də işdə olmuşam, ayın 31-də. Bugün də işdəyəm. Çoxları soruşur ki, istirahət eləyirsən, eləmirsən. Bəs bayramdır, belədir. Sözün düzü bayramımız bizim Ramazan bayramıdır. Bir də ki, Qurban bayramı. İnşallah o bayramlarda istirahət eləyərik. Ataq, çalışıram bazar günləri özümə istirahət verirəm. Çöldə gördüyünüz kimi yenə qar yağır. Yenə qar yağır. Yalan da olmasın, bu il çox qarlı olub, həddindən artıq qarlı olub. Deyim ki, bu günə kimi yağan qar keçən ilin yazına kimi yağan qardan çoxdur. Çoxdur. Yəni çox şeylərdən bilirəm. Görürsünüz də, bax suqroblara bax necədir. Belə bir suqrob. Hər yer suqrobdur. Qar atası yer yoxdur. Elə vaxt olurdu ki, hər gün gəlib qar təmizləyirəm burada. Uca, yəni deyirlər, qar bərəkətdir. Ancaq ki, o qarın deyək ki, miqdarı az olsa yaxşı olar. Nəsə, keçək maşına. Deməli, belə. Haradasa bir 95% maşının sürümünü qoymuşam yerinə. Zazorları belə göstərim sizə. Primerini. Zazorlar hər yerdə yaxşıdır. Yenə deyirəm, indi 1% o krişa dəyişəlindən sonra yəni ki, onu inşallah onu da qoyacağım yerinə. Bu stoykanı deyək ki, haradasa yəqin ki, buradan dəyişəcəm. Çünki buralara istəmirəm girim. Bura qəşəng oturur krilo ilə. Həm də burada çox belə fiqurlu yerləri var. Krişada göstərim. Yəni, haradasa bir belə kəsəcəm yəqin ki. Belə kəsəcəm, belə dəyişəcəm. Altlara girmək istəmirəm. Yəni, uca stoykadır, burada uca kapot tərəfdir. Yəni, ona görə maksimalini
Buraya yaxın götürəcəm, belə hardasa bir 5 santim kimi, yəqin ki. 5 santim kimi. Nafsəksli ki, buranı rixtovkaladım spotterlə. Bu qrubu rixtovkadır hələ, sonra balaca şeylə, pullerlə onu da həll edəcəm. Burada da hələ ki qrubu gedib. Belə bir zazorlar, yəni zazorlara baxaq. Vəziyyətinə baxaq bunların. Qapılar örtülüb açılır yaxşı. Problemsiz. Problemsiz örtülüb açılır. Zazorları deyən kimi də budur. Bu zazor krilo ilə. Bu da qapıların zazoru. Krışka bagajnikanın zazorunu mən sizə orada göstərmişdim. Belə yaxşıdır. Burada da belə. Sötəki buranı, bu kantı svarkalayası oldum ki dartmaq üçün. Sonra da bunu atacağım qırağa. Belə bir zazor açıldı burada, qəşəng. Yəni normal zazordur. Elhamdülillah. Stoykanın da burasında batıqları var idi. Yəni videonun əvvəlində görmüş olardınız. Təzə krılonun, deyək ki, bu krılo hissəsi, təzə krışanın krılo hissəsi ardasa buradan belə kəsilmiş vəziyyətdədir. Yəni mən onu primerini bir 3-4 santimdə şeyə keçdim üstə ki, bu da Çernavoydur. Bu da Çernavoydur rixtovkası. Sonra krışanı qoyanda oca dəqiq bunu rixtovkalayacağım. Burada da belə bir zazor. Qapıların açılmağı da belə. Belə. Burasını da spotterlə işlədim. Spotterim mənim budur. Belə pullerlə işləyirəm. Xırda yerlərini, deyək ki, balaca yerlərini belə balaca pullerlə. Bu da qrubudur. Dəqiq işləyəcəm, ancaq oca svarka qurtarandan sonra, krışanı qoyandan sonra belə bir zazor da buradadır. Короче, hər şey qaydasında, hər şey normal. Hər şey normal. İndi inşallah krışanı şey deyim, nədir o? Kəsilən yerlərini izləyəcəm, təmizləyib, kəsirəm. Allahın köməkliyi ilə qoyuram yerinə bu krışanı. Artıq krışanı oca kəsib götürdüm. Bu Çernavoy halıdır, Çernavoy. Qabaq stoyka, yenə dediyim kimi, primerini buradan kəsəcəm. Bu çöl, deyək ki, lisavoy metalı. İç üzündən də bu toşka yerlərindən bunu vısverlivat eləmişəm. Götürəcəm. Bu hissə deyək ki, atılacaq qırağa. Bu hissə qalacaq radnoy. O yandı da elə həmçinin. Hələ o yan tərəfi şey eləməmişəm. Svirlit eləməmişəm. Bu toçkaları. Gördüyünüz svarka toçkalarıdır. O toçkalardan onları svirlo ilə dilirlə deşəcəm. Sonra burada orta stoykada bunu saxlayıram Celikom. İnşallah. Yine gördüğünüz kimi
kəsmişəm sverlo ilə kontakt toşkalarını azad eləmişəm bu hissədən. Bundan bu hissə açılıb tullanacaq. Sonra göstərəcəm, yəni bu sverlivet eləyəndən sonra. Bu hissədə elə həmçinin, bu stoykada elə həmçinin, bu da bu dal deyək ki, krılonun stoykası. Donor krışa, o krışa bu toşka qoyduğum izlər var, bax. İmmenli bu izlərlə kəsilib. Bu izlərlə kəsilib o donor krışa. Mən bunu kəsəcəm hardasa belə. Bu izdən. Bir zapasla götürüb, yəni zapasla, çırnavoy kəsmişəm zapasla. Bu da elə həmçinin. Toşka qoyduğum yerlər bu donordakı kəsilmiş yeridir. Arası bir 3 santim kimi, 4 santim kimi də mən fikirləşirəm kəsməyə. Primerini. Ola bilsin bir 1 santim yuxarı eləyərəm yəqin ki. Ki bu deşiyə düşməsin, deşinin üstündən geçsin. Yəqin eləyərəm. Nəsə. Bu çöl tərəfdən də elə həmçinin. Gördüyünüz kimi bu toşkalar donordakı kəsilən yeridir. Bu da mənim fikirləşdiyim kəsik olacaqdır burada. Ola bilsin hündürdən kəsərəm, ancaq yəqin ki buradan kəsərəm, çünki burada çox əziyi var bu yerlərin. Elə burada da yəqin ki hardasa bu uğravəndə yəqin belə kəsərəm, ola bilsin. Dəqiq bu iç yüzü asfabajat eləyim. Bu iç yüzü. Baxdım ki, görək burada nə pirog var, içində buterbrod. Görürsünüz də, cürbəcür dəmirlərin, deyək ki, usilitilləridir, içəridə qoyulubdur. Ona görə belə çörnova kəsdim ki, baxım görək hardan nə görmək olur. Bu da həminki, deyək ki, qabaq stoykanın pirogudur, buterbrodudur. Bunu da belə kəsdim ki, baxım görək nə göstərir. Yəni, uca dostluq var, bilirəm harada nə yerləşir, yəni onu qəşəng sverlot edib. Yəni, daha sizə göstərərəm. Mən indi sizi başa salım ki, nəyə görə mən bu stoykanı belə çirnovoy kəsmişdim. Baxmaqdan ötürüm ki, burada nə buterbrod var bunun içində. Burada bundan başqa, bu çöl dəmirindən başqa, bu iç dəmirindən başqa, bu dəmirdən başqa, bunun içindən hələ usilitil gedir. Bu usilitil belə gedir düz arxaya, orta stoykaya. Yəni, burada zamok vəziyyətidir, Bunun bir dənə əlacı var. İmенно bu stoykanın dəyişməyin şeyi odur ki, bu çöl hissə, dəqiq, yəni ki, bu kəsdiyim, bu formada belə kəsəcəm burasından. Çöl hissə, bu fakt. Bu usilitilə. Bu usilitilə heç dəyməyəcəm, bu yerində qalacaq. Elə bir, bu olacaqdır, bu ilə bərabər. Bunu da, bu dəmiri kəsəcəm, elə bil burasından eləyəcəm vakoşka. İç yüzündən, stoykanın iç yüzündən eləyəcəm vakoşka. Aradasa bu hissədə onu kəsib, onu sıvarkalayacam. Onu sıvarkalayandan sonra, bu stoykanı sıvarkalayandan sonra, ondan sonra, yəni ki, bu iç yüz gələcək, sıvarkalanacaq, bir də bu çöl yüz sıvarkalanacaq. Qarşı sözüm nədədir? Yəni, burada zamok söhbəti gedir. Əgər bu içindəki bu usilitil olmasaydı, yenə bunu qoymaq olardı yerinə. Bu vəziyyətdə buradan vısverlivat eləyib, bir də buradan vısverlivat eləyib, bunu qoymaq olardı.
Prosta əgər mən bunu svarkalasam, buranı svarkalasam, bu iç qalır, bu qalır. Bu boşda qalır. Birincisi boşda qalır, ikincisi mən bunu bura geydirə bilməyəcəm. Yəni, bu gəlib stoykanın içinə girməlidir. Bu qeyri-mümkündür. Ona görə yəni belə qərara gəldim. Yerə sonra kəsər göstərərəm, necə kəsəcəm deyə. Yenə bunu, bu iç stoykanı burasından vısverlivat eləyəcəm. Bu toşkalardan vısverlivat eləyəcəm, bu 100%. Bir də burasından belə kəsəcəm, burasından kəsəcəm. Burada bunu götürəcəm akoşka, qırağa qoyacam. Qırağa qoyandan sonra bu metalı harasa bu səviyyədə kəsib onu dəyişəcəm, bu tərəfini dəyişəcəm. Yəni sonra göstərərəm necə kəsəcəm deyə. Orta stoykanı kəsəndə bu üst hissəni balqarka ilə, yəni qəşəng kəsmək olur. Gördüyünüz kimi içəridə hardasa bir neçə millimetr məsafədə onun usilitili gedir. Bu içəri girən hissələrdə balqarka ora girmir. Balqarka, əgər mən balqarka ilə buranı, bu içəri girən küncü kəsirəmsəm, onda gərək mən buradan da bu küncdən də alt metalı kəsim, içəridəki usilitili də kəsim. İçəridəki, hansı ki çox yaxında dayanıb. Ona görə onun bir əlacı var. Belə bur maşınka ilə bu cürə. Bunların cürbəcürü olur. Buna kimi Dremel deyir, kimi nə bilim graver deyir. Belə akuratlı bax belə. Yavaş-yavaş buradan kəsəcəm belə. Buradan kəsəcəm, sonra da kəsəcəm bura. Buranı belə. Belə bir üsulu var bunun. Bu maşındakı dal krılonun, bu stoykanın kəsilmiş hissəsidir. Ölçü kimi bunu götürmüşəm ki, bunu bura qoyum və izləyim. Əgər bunu iki yerə bölmüşəm, bu rebrodan iki yerə bölmüşəm, çünki bunu bura qoyanda belə bitişik vəziyyətdə birincisi həm uyğun gəlmir, çünki bu deyək ki, metalın qalınlığı var, formaları var. Ona görə bunu belə kəsirəm bu rebrodan bir balaca 2 millimetr bura. Belə kəsib məndə burada yəni ki iz yerləri var. Burada belə şey gedir, plastik gedir. Onun klipsə bağlanan yeridir. Yəni bu kontrol toçkadır məndə. Bu kontrol toçkadır. Bunu belə zajımla bir şey deyirəm, bağlayıram. Bu belə. Bunu da gətirib bu uğravinə qoyuram. İndi sizə göstərəcəm necə olur deyə. Bir dənə də zajim bu tərəfindən. Bunu izləyirəm belə qəşəng. Markerlə belə qəşəng izləyirəm. Belə. Gəlin göstərim sizə. Bax, belə, bu cürə vəziyyətdədir, belə.
markerlə izlədim. Haradasa 0,8 də deyək, 1 millimetr yoxdur bunun qalınlığı, metalın qalınlığı. Bu hissədən də haradasa 1 millimetr, primerni 1 millimetrdən çox mən götürürəm. Buradan da götürürəm 1 millimetrdən çox. Haradasa 2 millimetr yarım, yəni fərq eləyir. Bax, bu da o həminki zazordur. 2 millimetr yarım haradasa. Sonra balqarka ilə kəsəndə də mən bu marker izini bir dəqiqə götürüm. Bu açıq da, yəni ki, buca lazım deyil. So, iz hazırdır. Balqarka ilə də kəsəndə mən balqarkanı aparacam düz bunun, deyək ki, bura yaxın, bu hissəyə yaxın aparacam, bu hissəyə. Markerin ortasından, yəni getməyəcəm, bir balaca bu yanki qırağa gətirəcəm ki, çünki balqarkanın bu şeyin də deyək ki, kəsən diskin də qalınlığı var, 1 millimetrdir. Yəni onu da nəzərə almaq lazımdır. Belə, nəsə. Sonra inşallah, yəni o birlərini göstərməyəcəm necədir deyə, yəni vaxt gedir. Üstünə Allahın köməkliyi ilə qoyaram maşının üstünə krışanı. Bir də çəkərəm necə oldu, nətər oldu da onu da görərsiniz ətraflı. Bizim günümüzə baxın da, bu ilki qarın çoxluğu həddindən artıq çoxdur. Bir də bu greyder gətirir yolu təmizləyəndə hamısını tökülür bura. Bax, indi maşın keçəcək, görün nə qədər buz atıblar bura. Yəni maşının təkərindən yuxarıdır. Bunu mən lapatka belə deyək, buz sındıranla bu ayrı cürə əmələ gəlmir, çünki maşının altı dəyir. Bu cürə pis vəziyyətdə. Yol təmizləyənlər də yolu təmizləyib bura atırlar. Bura atırlar, burunda maşın keçmir. Səhərdən gəlmişəm ki, işləyim, o da Allahın köməkliyi ilə nə vaxt qutararam buranı, Allah bilir. Buradan da götürüb, yəni qıraqlara atsam, yenə deyərəm ki, qıraqda atası yer də yoxdur. Bura atsam, çıxanda görüm, gələn maşın görüşmür. Ona görə biraz o yana aparırım, o dal tərəfə. Belə. Krışa artıq maşının üstündədir. Bir-iki yerdən svarka toşkaları qoymuşam ki, bu sol tərəfdə orada svarkadır, burada samarezlə. Sonra göstərəcəm o yan tərəfdə svarka yerlərini. Burada da elə. Burada da elə. Bax, bu cürə bu vəziyyətdədir. Deməli, iç üzündən plastina qoyuram, svarkalayıram buna. Sonra bunu bura qoyanda uca elə bil boş yer qalmır. Yəni onu 3 dənə metalı bir-birinə svarkalayıram. 3 dənə həm proşnus yaxşı olur, həm də ki mənə belə qolaylıdır. Qabaq stoykaya bu cürə belə nakladkalar qoyacağım. Bu o yanındır, o yan ki, stoykanın. Oranı artıq svarkalamışam. Bu da bu svarka izidir, bura. Bunu usilitil kimi bura belə bu cürə, bu vəziyyətdə bura usilitil kimi svarkalayacağım. 3 dənə ortadan deyək ki, deşiyi var, svarka yeri. Bir də papirimetro qıraqları ilə belə qıraqları ilə bunu qəşəng belə işləyəcəm. 4 tərəfindən svarkalayacağım ki, proşnus da olsun da yaxşı. İç üzündən də svarkalamışam onu. İç üzündən də svarkalanıb. Sonra buranı abrabotka eləyəcəm. Все, qurtardı, getdi. Burada da uca hazırdır. Svarkalanıb, təmizlənəcək. O da dal tərəfdə elə həmçinin svarkalanıb, təmizlənəcəkdir. Bu krilo da belə svarkalanıb. Buraları təmizlənəcək. Все.
Usilitil qoyuram bir dənə bura. Bir dənə qabaq stoykaya. Çünki burada dal stoykada ola bilsin bəlkə də bura qoydum. Hələ yəqin ki 50 na 50. Gördüyünüz kimi usilitili stoykaya svarkaladım. 3 yerdən ortadan. Bir də bütün qıraqlarından. Yəni svarka necə lazımdır? Öz işini burada görüb. Bu uca oldu. Yəni ki proşna. Yaxşı. Yəni ki bunun deyək ki konstruksiyası heç ara qaçmaz. Elə də qaçmazdı. Çünki burada svarka işli, çöllü olunubdu. Ancaq nəfs ki yenə usilitil elədim bura. Sonra üstündən bu qurutlanacaq. Sonra bura bir dənə deyək ki akoşka. Все. Orta stoykanı da eləyəcəm. Orta stoykaya da bu cürə, bu vəziyyətdə bura qoyacağım, bura. Buranı təmizləyib, bura svarkalayacağım elə. Hə, dostlar, deməli stoykanın usilitillərini qoymuşam yerinə, svarkalamışam. Budur. Budur, bu orta stoykadır. Bu stoykadır. Dal stoykanın da iç yüzündən. Stoykanın işlərini də yəni abrabotka eləmişəm. Svarkalayanda, yəni bu iş tərəfləri ki çürüməsin də yana sonradan sonra. Bu sağ stoykanın usilitilidir. Bu da elə iç yüzü. Bu da bura. O da sol. Bu da sağ. Nəsə belə. Belə maşınımı da salmışam içəri. Bizdə güclü soyuqlar yanvar ayının 17'si minus günorta bugün çıxmışdım alas var idi magazindən. Minus 36 göstərirdi. Gecə də 41. Və bu darvazanın içinə baxın, şuba. Qar şubasıdır. Vəziyyətdə çöldə bu cürə. Qarın hündürlüyü. Yolda maşın da az. Elə təkə seyrək bir maşın, iki maşın o yana ki bu yana gedirsə gedir. So belə bir vəziyyət. Arası bir gecələr minus 40'dan aşağıdır. Belə. Əziz izleyiciler, Kerio ocağı hazırdır. Gördüğünüz gibi belə çıxıb, yəni yaxşı çıxıb. Bir dənə qalıb bu bamperin polirovkası, bu bir iki dənə üstündə toz mozu var, onu götürəcəm. Все, qutardı getdi. Все, maşın polностью idealnym состоянии. Bütün zazorlarını gördüğünüz gibi yerində, kapot, krilo, fara, bamper. Bir dənə burada reşotkanın kreplenyası qopub, ondakı istəmədi alsın. Reşotkanın qiyməti çox baha olduğu üçün
Saxladı bunu. Gələcəyə ola bilsin dəyişər. Yəni dəyişəndə işte bir dənə burada 1-2 mm fərq eləyir kripleniyaya görə. Qalan bütün hissələri yerində, bütün zazorlar yerində. Əla vəziyyətdə. Burada kəsikləri var idi, görmüşdünüz də, yəni ki, əvvəlki fraqmentlərdə, rolikdə onları göstərmişəm. Burada da elə həmçinin, burada da kəsiyi var idi. İç yüzündən belə qəşəng çıxıb. Burada da elə necə lazımdır. Rezinka otursun yerinə. Burada da bu cürə buradan kəsiyi var idi. Arası bu hissədə. Qapıları bağlayır. Zazorları yaxşı, normal bağlanır. Qapıları hər şeyi. Belə bir vəziyyət. Bu cürə. Dal qapı da burada. Zazor paşlı yox idi. Zor yerində. Bu stoykanın vəziyyəti. Dal stoykanın. Krılo yadınızdadır. Krılonu dəyişmədim. Krılonun vəziyyəti pis idi bu hissələr. Bu hamısı şpaxlyokasından çıxıb qəşəng. Nətər lazımdır. Orta stoykada bu cürə vəziyyətdə. Buradan kəsik yol var idi bunun. Bu da qabaq stoyka. Belə bir zazorlar. İnternetdən belə bir şey zakaz eləmişəm. İstəyirəm onu da bir yoxlayım. Bu kluşkalardır. Bespakraska deyək ki, remont nasapkaları ilə, şeylə necə lazımdır. İnşallah bunu da tapır bilərəm. Bir maşın gəlib onu görüm, düzəldə bilirəm qapısını. Yəni yox, qapısını vəbşi gətiriblər, təzə qapı alıblar, ancaq ki istəyirəm onun üstündə məşq eləyim, yəni belə. Görək nə olur. Bu kruşkalardır, bir də belə bir PDF lampadır. Kleyovoy şeylərdir, burada griboklardır, cürbəcür. Yəni, sonra obzor eləyərəm. Nəsə, videonu bəyəndinizsə, xahiş edirəm, abunə olun, like verin, əziyyət deyilsə. Sağ olun, görüşənə qədər. İnşallah görüşərik internetdə.